Deməli, dəyərli izləyicilər, bir 3-4 ay bundan öncə mən sizə xəbər vermişdim ki, ölkədə Çin avtomobili bazarında, yəni Çindən ölkəmizə ixal olunan plug-in hibridlərdir, elektromobillərin elə özlərini götürək. Bazarda kifayət qədər bolluq idi, stoklar dolu idi bu avtomobillərlə. Məhz bu bolluğa görə də demək olar ki, bütün salonlarda bu avtomobillərin birmənalı şəkildə qiymətləri düşmüşdü. Çünki təklif çox idi, tələb az idi. Məhz bu tendensiya bərabərləşsin deyə sahibkarlar, bu işlə məşğul olanlar avtomatik olaraq həmin marka model maşınların qiymətlərini endirmişdi lap dibə qədər ki, əllərindəki o maşınları sata bilsinlər. Məsələn, Şanqay Yunizeləri idi, digər Yuniveləri idi və bu qəbildən olan BYD Destroyerləri və s. kimi maşınlar kifayət qədər enmişdir. Misal olaraq göstərək ki, Şanqay Yunizelerin komplektasiyasına görə qiyməti 28 mindən 30 min arasında təklif olunurdu alıcılara, amma bugün vəziyyət dəyişib. Vəziyyət hansı istiqamətə dəyişib? Yanımızda sırf bu işlə məşğul olan, illərdir bu işin içində olan bir mütəxəssis var. Eldar qardaşdır. Soruşacağım görək, faktiki olaraq hazırda 3-4 ayla müqayisədə hansı istiqamətə doğru dəyişiklik edir? Eldar, xoş gördük səni. Biz qiymətdən danışdıq, dəyişiklikdən danışdıq və satılmırdı maşınlar. Nəticədə qiymət düşürdü. Necədir indi vəziyyət? İndi hal-hazırda vəziyyət yaxşıdır. Azaldıqca demək olar ki, qiymətlərdə artım var. Bir 10%, 5-10%, 15%-ə qədər artım demək olar ki, Unizelərdə, 207-lərdə, Çin maşınlarında artım var. Hal-hazırda görürük ki, azaldıqca bu maşınlara tələb artır, bəli. Yəni tələb artır deyiriksə, məsələn götürək biz bir markadan danışdıq, elə götürək hər kəsin daha çox üstünlük verdiyi Şanqay Yunizelər. Bu Yunizelər mən biraz öncə dediyim ki, komplektasiyasına görə 28 mindən 30 minə, hətta 29 minə Polnu full komplektasiyası təklif olunurdu 3 ay öncə. İndi bu maşınlar söhbət 2025 modeldən gedir. Faktiki olaraq hazırda 2025 model neçə təklif olunur? Ən full komplektasiyası və 2026 daha yeni versiyası neçə təklif olunur? Hal-hazırda 33-35 min civarında qiymət. 4-5 min baha. Bəli, bəli. Hal-hazırda biz elə satırıq da. Satırsınızsa. Bəli. 26 modelində satırsınız, onda belə çıxır ki, 38-40 minə. Bəli, sifarişlə gətirdiririk. Yəni ikisinin arasında da ciddi bir dəyişiklik də yox. Salonda interyerində biraz rənglərində qara və boz, belə rənglərdə dəyişikliyi var. Yəni qiymətdə ümumi götürsək, müxtəlif marka model avtomobillərin qiymətlərində söhbət Çin avtomobillərinə gedir. Bir 4-5 min bahalaşma var və bu bahalaşmanın da fonunda tələb də var, deyirsiniz. Bəli, tələb var. Tələb artır. Biz onu görürük bazarda. İnsanlar bizə müraciət edirlər. Zəng vasitəsilə, saytlar vasitəsilə zəng vururlar, maşınlar sifariş verirlər. Dünən də sırayı gündə biz satış etmişik həmin Unizelerin. Alıcı da soruşur ki, bəs niyə keçən həftə bu qiymət idi, indi bu qiymət? Deyirəm ki, yəni getdikcə qalxır. O da hər həftə dəyişir qiymət. Bəli, o da yəni ki, bunu hiss eləyir, bunu görür. Almayanlar bir həftə bundan qabaq gəlir, alır ki, fikirləşir ki, növbəti həftədə yenə qalxma ola bilər. Aydın, çox sağ olun, minnətdaram. Bəli, dəyərli izləyicilər, deməli qısa müddətdə 3-4 ay ərzində ölkədəki Çin avtomobil bazarında, yəni Çindən gətirilən adını sadaladığı marka model avtomobillərin qiymətində belə bir ciddi dəyişiklik varsa, təsəvvür edin ki, mütəxəssis də deyir ki, artıq hər həftə qiymətlər dəyişir. İndi fikirləşin də bir aydan sonra vəziyyət necə olacaq, 2 aydan sonra necə olacaq. Məhz necə olacağı o işi şansa buraxmayanlar indidən istəyirlər ki, qiyməti dəyişməmiş indi alaq. Yəqin ki, 2 aydan sonra bəlkə də daha baha satılacaq. Bu təbii ki, bazarda tələb təklif əsasında bu qiymətlər formalaşır. Bizdən isə bu qədər deyirik. Bizi izləmədə qalın.